Salam, mənim adım Fərhad. Mən Barista Akademiyasında təlimçiyəm. Bu gün sizə hər gün stabil və dadlı espresso əldə etmək üçün üyütməni necə düzgün tənzimləmək lazım olduğunu göstərəcəm. Üyütmə və onun tənzimlənməsi espresso dadına təsir edən ən vacib amillərdən biridir. Espresso isə demək olar ki, bütün kofe içkilərinin əsas hissəsidir. Buna görə də doğru üyütmə daha da əhəmiyyətlidir. İş günü başlayanda və ya iş günü bitəndən sonra artıq təmiz olan grinderdə təzə dənələri bunkera tökürük və dərhal bir boş porsiya üyüdürük. Bu, grinder dişlərində qalmış köhnə üyütməni təmizləmək üçündür. Sonra ilk sınaq espressosunu hazırlayırıq. Unutmayın, dünənki reseptin bu gün də eyni nəticəni vermə ehtimalı çox azdır. Birinci süzülmə bizim üçün başlanğıc nöqtəsidir. Sınaq espressosunu aldıqdan sonra reseptə baxırıq və çıxış vaxtını qiymətləndiririk. Çox vaxt üyütməni yenidən tənzimləmək lazım gəlir. Grinderlərin üzərində iki istiqamət olur: fine və coarse. Fine daha xırda üyütmə, coarse daha iri üyütmə deməkdir. Sadə qayda ilə işləyirik. Əgər espresso çox tez axırsa, üyütməni xırdalaşdırırıq. Əgər espresso çox yavaş axırsa, üyütməni iri edirik. Üyütməni yavaş-yavaş bir bölmə üzrə dəyişirik. Rəqəmdən rəqəmə atlamaq olmaz. Bu, stabilliyi dərhal pozur. Tutaq ki, dünən bizim uğurlu reseptimiz 20 qram üyüdülmüş qəhvədən 40 milli aldığımız espresso 26 saniyə idi. Bu gün də eyni nəticəni əldə etdiksə, təkcə sevinib keçmək olmaz. Espressonu dadmaq və onun balansını qiymətləndirmək lazımdır. Dad eyni qalıbsa, stabildirsə əla. Həmin reseptlə işləməyə davam edirik. Amma əgər dad dəyişibsə, turşuluq, acılıq və boşluq yaranıbsa, deməli, dadı yaxşılaşdırmaq üçün süzmə vaxtını yenidən tənzimləməliyik. Məsələn, süzmə vaxtını biraz artırıb 20 qram üyüdülmüş qəhvədən 40 milli espressonu 28 saniyə etmək istəyirik. Bu halda üyütməni bir bölmə qədər xırdalaşdırırıq. Yenə mütləq bir boş üyütmə edirik. Bu, əvvəlki üyütmənin qalıqlarını təmizləmək üçündür və yalnız bundan sonra yeni espresso hazırlayırıq. Üyütmə dəyişdikdən sonra boş üyütmə etmək mütləqdir. Çünki yalnız belə real və düzgün nəticəni əldə etmək olur. Unutmayın ki, gün ərzində üyütmə dəyişə bilər. Bu, tamamilə normal haldır. Əsas odur ki, tərəzi və taymerlə işləyə biləsiniz. Bu, stabilliyi qorumağa və dəyişiklikləri qonaq hiss etməmişdən əvvəl vaxtında tənzimləməyə kömək edir. Üyütmənin dəyişməsinə səbəb ola biləcək faktorlar: havada dərəcə və rütubətin dəyişməsi, grinder dişlərinin uzun iş zamanı isinməsi, bunkerdəki kofenin azalması və ya artması, grinder dişlərinin çirklənməsi nəticəsində stabilliyin dəyişməsi. Üyütmə ilə işləmək davamlı bir prosesdir. Amma düzgün yanaşma ilə bu, faydalı bir vərdişə çevrilir və ideal espresso üçün açarı olur.